أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي قال الحكيم في محكم كتابه الكريم ألا بذكر الله تطمئن القلوب صدق الله العلي العظيم. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları və Rəbbimizə əl açaraq qəlbimizin dərinliyindən ifadə etdiyimiz bütün dua və hacətlərimizi bizdən qəbul eləsin inşallah. Möhtərəm müsəlmanlar, əziz möminlər, səsimizi eşidən ana və bacılarımız, bildiyimiz kimi bugün cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Həftə günləri içərisində günəşin üzərinə düşdüyü ən xeyirli, ən ruzili, ən bərəkətli bir gündür. Və Quran sünniyə istinad etsək, bu gün o gündür ki, sonuncu xilaskarımızın gəlişi ilə yer üzərinin ədalətlə, haqla, sülhlə dolacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin. Əgər ömrümüz vəfa qılmazsa, o günü görə bilməriksə, bu yaşadığımız qısa ömürdə Allah bizi o gün üçün həqiqi yaşayan bəndələrindən qərar versin inşallah.